Salam 7-ci sinif şagirdləri, sizlərlə Seyid Cəfər Pişəvər adına Respublika Humanitar Fənlər Gimnaziyasının biologiya müəllimi Məmmədova Çiçəkdir. Bugün mən sizlərə 7-ci sinif biologiya dərsliyinin birinci hissəsində birinci bölmənin 5-ci mövzusunu izah edəcəm. Bu mövzu bitki və heyvan hüceyrələrinin quruluşu mövzusudur. Keçən dərs hüceyrənin quruluşu haqqında məlumat vermişdim və orada bəzi xüsusiyyətlərə diqqət eləmişdik ki, biz demişdik bitkinin xarici qılafı daha qalındır, hüceyrə divarı adlanır. Heyvanlarda isə nazikdir, elastikdir. Buna görə də fərqləndirmişdik əslində. Bugün həm oxşar, həm də fərqli cəhətlərinə bir daha baxacağıq, yeni biliklər öyrənəcəyik. Açar sözlərə baxaq. Plastid. Biz bugün plastidin nə olduğunu, hansı canlıda rast gəldiyini öyrənəcəyik. Vakul, mitoxondri, ribosom. Bunlar orqanellərdir. Keçən dərs bu haqda danışmışdıq. Demişdik ki, orqanellər hüceyrənin sitoplazmasında yerləşir və hərəsinin özünün müəyyən bir funksiyası var. Yəni hərəsi bir iş görür. Buna görə də hüceyrədə var və hüceyrənin yaşaması, inkişafı üçün vacibdir. Gəlin indi dərsliyimizdəki sözlərlə tanış olaq. Deməli, biz keçən dərs dedik ki, əslində ilk dəfə hüceyrə terminini elmə Robert Hooke gətirib. Hətta biz bunu dərsimizə biologiya, yəni 7-ci sinifə başlayanda artıq orada alimlərin adları var idi. Orada öyrənmişdik ki, ilk dəfə hüceyrə terminini elmə Robert Hooke gətirmişdir. O ilk dəfə mantar kəsiyinə baxıb onu hüceyrə adlandırmışdır. Əslində mantar ölü hüceyrələrdir. Canlı hüceyrəni isə ilk dəfə Leeuwenhoek görmüşdür və yavaş-yavaş artıq hüceyrə haqqında fikirlər daha da təkmilləşməyə başlamışdır. Yəni hüceyrənin kəşfi nəyin kəşfi ilə, yəni hüceyrənin daha doğrusu öyrənilməsi nəyin kəşfi ilə əlaqəlidir soruşsalar, əlbəttə ki, mikroskopun. Çünki hüceyrələr kiçikdir, adi gözlə görünmür, görünənləri var, amma əksəriyyəti adi gözlə görünmür. Ona görə də mikroskopun kəşfi artıq hüceyrəni öyrənməyə kömək etdi. Mikroskop təkmilləşdikcə bitki və heyvan hüceyrələrinin quruluşu haqqında yeni biliklər əldə olunurdu. 19-cu əsrdə Alman botaniki Schleiden, bunu da ilk mövzularda keçmişdik ki, Schleiden bitki hüceyrəsi haqqında məlumatlar toplamışdır. Schwann heyvan hüceyrələri haqqında məlumat toplamışdır. Schleiden bitki hüceyrəsi haqqında əsas materialları toplayaraq ümumiləşdirdi. Yəni bitki hüceyrəsinin quruluşu, orqanelləri, hər bir haqqında müəyyən məlumatlar aldı, onları ümumiləşdirdi. Daha sonra isə 1839-cu ildə Alman zooloqu Schwann öz müşahidələrini, o da heyvan hüceyrələrini öyrənmişdir. Schleidenin elmi əsərləri ilə müqayisə etdi. Və o belə bir qənaətə gəldi ki, heyvan və bitki hüceyrələri quruluşca oxşardırlar. Yəni oxşar xüsusiyyətlərini gördü. Deməli, bitki hüceyrəsini görən, daha doğrusu bitki hüceyrəsində materialları toplayan, ümumiləşdirən Schleiden olmuşdur. Schwann isə o da heyvan hüceyrələri haqqında öyrənirdi və sonra Schleidenin əsərləri ilə müqayisə etdi öz topladığı məlumatları və gördü ki, bitki hüceyrəsi ilə heyvan hüceyrəsinin quruluşunda oxşar cəhətlər var. Bəs hansı fərqli cəhətlər var? Məsələn, keçən dərs birini öyrənmişik ki, qılafında, bitkidə xarici qılaf qalındır və hüceyrə divarı adlanır, dayaq rolunu oynayır. Amma heyvanlarda isə xarici qılaf, artıq biz ona hüceyrə divarı demirik, deyirik ki, xarici qılafı nazikdir, elastikdir. Başqa fərqləri indi gəlin bir-bir öyrənək. Bitki hüceyrəsinin sitoplazmasında heyvan hüceyrəsindən fərqli olaraq çoxsaylı kiçik cisimciklər şəklində plastidlər mövcuddur. Plastid nədir? Plastid bir orqaneldir. Plastid yalnız bitki hüceyrəsinə xas olan bir orqanoiddir. Baxın, dərsdə diqqət eləyəcəyimiz, yəni bu biologiya dərslərində diqqət eləyəcəyimiz məqamlar odur ki, cümlələrin içərisində bizə bəzi, əksər, hamısı, yalnız kimi sözlərdir ki, biz bunlara diqqət eləməliyik. Plastidlər isə yalnız bitkilərə xas olan orqanoidlərdir. Yəni başqa bitkidən başqa, yəni göbələkdə, bakteriyada, heyvanda plastid olmur. Əgər mən hüceyrəyə baxanda orada məndən soruşur ki, bu hansı hüceyrədir, bitkidir, heyvandır, göbələkdir, bakteriyadır. Plastidi görürəmsə, artıq rahatlıqla deyə bilərəm ki, bu bitki hüceyrəsidir. Onlar sitoplazmadan iki membranla ayrılır. Nə deməkdir? Baxın, bu olsun bir bitki hüceyrəsi. Bunun qalın hüceyrə divarı var. Belə bir hüceyrə divarı olsun qalın.
Aha. Sonra onun altında da plazmatik membran, yani daxili membran olsun. Bu olsun plazmatik membran. Və daxilindəki boşluqda nə olacaq? Daxilindəki boşluqda olacaq sitoplazması. Elədir? Yəni bu hissə onun olsun sitoplazması. Orqanellər harda yerləşir? Sitoplazmada. Deməli plastid harda yerləşir? O da sitoplazmada yerləşir. Baxın, plastid üçün belə bir cümlə dedik. Dedik ki, plastid sitoplazmanın içində yerləşir axı plastid, elə deyil? Qoy yaşıl rəngdə eləyim, çünki plastid yaşıl rəngdədir. Bu cümlənin şəkillə izah eləyəcəm və rahatlıqla başa düşəcəksiniz. Deməli, plastid sitoplazmadan iki membranla ayrılır. Sitoplazmanın içərisində yerləşir plastid, elədir? Onun iki dənə membranı var. Bu bir membranı, bir də o membranın içərisində başqa bir membranı. Baxın, iki dənə membranı var plastidin və ona görə də bizə sual düşsə ki, plastidin daxilindəki maddə sitoplazmaya keçəndə neçə membran qatından keçir? Deməli, iki dənə membrandan keçəcəkdir. Neçə membrandan keçir soruşsa, iki membrandan. Niyə? Çünki plastidlər iki membranlı orqanellərdir. Baxın, bu bir membranı, bu da ikinci bir membranı. Bu iki membranlı orqanellərin adlarını özünüz üçün qeyd edirsiniz. Ola bilər ki, KSG-də sizə belə bir suallar düşsün. Gəldik sonra plastidlərin görək hansı növləri var. Bitkinin yaşıl rəngli plastidləri xloroplast adlanır. Məsələn, ağaclara baxanda yaşıl rəng ən çox harda görürük? Yarpaqlarda görürük, elə deyil? Deməli, onların tərkibində xloroplastlar var. Xloroplastlar varsa, onlar yaşıldır. Bəs niyə xloroplastlar yaşıldır? Çünki xloroplastların daxilində onlara yaşıllıq verən xlorofil pigmenti var. Uşaqlar, pigment yəni rəng. Yəni xlorofil rəngi yaşıl rəngdədir. O da xloroplastın içərisində olduğuna görə xloroplastın rəngi olur yaşıl rəng. Bir də deyək, xloroplastlar yaşıl rəngli plastidlərdir. Onlar niyə yaşıldılar? Çünki tərkibində xlorofil pigmenti vardır. Harada rast gələ bilərəm? Məsələn, yarpaqda, məsələn, göyərtilərin gövdəsi də görürsüz, yaşıl rənglidir. Meyvələrimiz var, məsələn, alça yaşıl rənglidir. Yaşıl rəng deməli tərkibində xlorofil var. Bəs nə əhəmiyyəti var bu xlorofilin, bu xloroplastın? Yadınıza gəlirsə aşağı siniflərdən qalxdıqca həmişə sizə sual verirlər. Uşaqlar, bitkilərin əhəmiyyəti nədir? Hamımız deyirik, bitkilər bizə oksigen verir. Niyə? Fotosintez edir. Fotosintezin getməsi üçün xloroplastların olması bitkilərdə lazımlıdır. Xloroplastlarda fotosintez prosesi baş verir. Bu oldu xloroplast haqqında məlumatımız. Bir də deyək, xloroplastlar yaşıl rəngli plastidlərdir. Onlar da iki membranlıdır. Yəni bütün plastidlər iki membranlıdır. Yaşıl rənglidir. Niyə yaşıldır? İçərisində xlorofil pigmenti var. Ona yaşıllıq rəngi verir. Xloroplast bitkidə hansı prosesi yerinə yetirir? Fotosintez prosesini yerinə yetirir. Bitkinin digər hissələrinə müxtəlif rəng verən plastid xromoplastdır. Yəni müxtəlif rəngli, sarı, narıncı, qırmızı rənglər. Bir də bitkinin rəngsiz hissələri də var da, elə deyil. Rəngsiz hissələr isə leykoplastlardır ki, onlar deməli rəngsizdirlər. Gəlin dərsliyimizdə nümunəyə baxaq. Leykop deməli plastidlər dedik. Üç növdə oldu. Leykoplastlar, xromoplastlar, xloroplastlar. Xloroplastlar nə rəng oldu? Yaşıl rəng. Yaşıl və rəng verən onlara nə idi? Xlorofil pigmenti idi. Biraz yaxşı yazmadım. Xlorofil pigmenti idi. Günəş şüalarından istifadə edərək üzvü maddə hazırlaya bilirlər. Şəkər formasında hazırlayır, sonra digər birləşmələrə çevrilə bilir. Xromoplast dedik, müxtəlif rəngdə olur. Məsələn, sarı, narıncı, qırmızı. Məsələn, indi payız fəslidir. Yarpaqlarımız nə rəngdir? Sarı rəngdir. İndi buna da toxunacağıq. Leykoplastlar isə şəffaf olan, rəngsiz olan hissələrdə olur. Onlarda ehtiyat qida maddəsi toplanır. Nişasta, yağ, zülal toplanır. Məsələn, kartofdur. Kartofda ehtiyat şəklində nişasta toplanır. Görürsünüz, rəngsizdir, şəffaf hüceyrələrdir. Bunlar hamısı birlikdə yerləşib deyə rəngi belə görsənir. Amma leykoplastlar əslində rəngsizdirlər. İndi suala baxaq. Niyə kartof yumruları müəyyən müddət işıqda qaldıqda yaşıllaşır? Baxın uşaqlar, plastidlər bir-birinə çevrilə bilirlər. Yəni xloroplast
xloroplast. Xromoplasta çevrilə bilər. Bunu hələ kartof misalında demirəm, ümumi. Məsəl üçün, bayaq da qeyd elədim, indi payız fəslidir. Elədir, yarpaqlar nə rəng olur? Sarı. Əvvəl yarpaq nə rəng idi? Yaşıl. Deməli, əvvəl onun tərkibində xloroplast, yəni xlorofil var idi. Sonra plastidlər bir-birinə çevrildilər. Payızda tərkibindəki maddələr parçalandı, rəng dəyişdi, oldu xromoplast. Eyni zamanda kartofda leykoplast var. Leykoplast. Bunu işıqda saxladıqda tərkibindəki maddələr parçalanır və plastid dəyişir, olur. Yaşıl rəng olduğuna görə nə olur? Xloroplast olur. Əgər sual versələr ki, plastidlər bir-birinə çevrilə bilərmi? Bəli, bilər. Xloroplast, xromoplasta, xromoplast, xloroplasta, leykoplast, xloroplasta çevrilə bilər. Eyni zamanda bitkilər yetişəndə də bu çevrilməni görürük. Məsələn, deyək ki, alça birinci yaşıl rəngdə olur, sonra rəngi çönür, sarı olur. Biberlərin də əvvəl yaşıl rəng olur, sonra qırmızı, sarı rəngə çevrilə bilir. Deməli, burada plastid çevrilməsi müşahidə olunur. Bu oldu plastidlər. Ümid edirəm ki, bu hissə sizə aydındır. Plastidlər də dedik ki, iki membranlıdır, bitkiyə xasdır. Qalan canlılarda yoxdur. Növbəti bir orqanel mitoxondri. Bitki və heyvan hüceyrələrində sitoplazmadan iki membran vasitəsilə ayrılır. Aha, yenə dedik iki membran. Deməli, mitoxondri də iki membranlı orqaneldir. Bura bizə iki membranlı orqanel yaz desək, deyəcəksiniz biri plastiddir. Bunun içərisinə xloroplast, xromoplast, leykoplast deyə biləcəksiniz. Yəni, ümumi orqanel adı kimi deyəndə plastidlər və bir də nə götürək? Qısa-qısa yazıram uşaqlar, mitoxondri. Bunlar iki membranlı orqanellərdir. Sitoplazmadan iki membranla ayrılırlar. Çünki onların iki membranı vardır. Gəldik, onların daxili membranı çoxsaylı qırış əmələ gətirir. Bu da suallar içərisində. Məsələn, deyər ki, mitoxondriya aid olan xüsusiyyətləri seç. İki membranlıdır. Daxili membranı qırışlar əmələ gətirirlər. Mitoxondrilər sitoplazmadan bəzi üzvü maddələri və oksigeni udur. Keçən dərs yadımızdadırsa, demişdik ki, sitoplazma nə edir? Əslində, hüceyrə daxilində maddələrin daşınmasında da iştirak edir, orqanellərin birgə fəaliyyətini təmin edir. Və sitoplazmadan üzvü maddələr oksigen mitoxondri tərəfindən udulur, karbon qazı isə xaric edilərək hüceyrə səviyyəsində tənəffüsü həyata keçirir. Deməli, buradan nə başa düşək? Bizim necə ki ağciyərlərimiz tənəffüs orqanlarımızdır da, elə deyil. Hüceyrənin də tənəffüsünü yerinə yetirən orqaneli nədir? Mitoxondridir. Bizim bütün hüceyrələrimizdə tənəffüs prosesi gedirsə, deməli onlarda nə var? Mitoxondri var. Hüceyrə səviyyəsində tənəffüsü həyata keçirən mitoxondridir. Məsələn, insan orqanizmində orqan səviyyəsində tənəffüsü həyata keçirən ağciyərləri deyəcəyik. Hüceyrə sitoplazmanın hərəkətində və digər vacib həyati proseslərdə tənəffüs nəticəsində ayrılan enerjidən istifadə edir. Deməli, bu mitoxondridəki üzvü maddələr oksigen uduldu, karbon qazı xaric edildi. Bununla yanaşı enerji yarandı və bu enerji hesabına hüceyrə fəaliyyətini davam etdirir. Necə ki, bizim enerjimiz varsa biz iş görə bilirik, istədiyimiz fəaliyyətləri icra edə bilirik. Hüceyrə də elədir. Axı, biz hüceyrələrdən qurulmuşuq. Hüceyrənin enerjisi olmalıdır ki, o öz proseslərini yerinə yetirsin. Gəlin şəkillə tanış olaq. Deməli, diqqət edirik şəkilə uşaqlar. Bitki hüceyrəsi, heyvan hüceyrəsi. Mən hardan bilim ki, bu bitki hüceyrəsidir, bu heyvan hüceyrəsidir? Bir, xarici qılafın, baxın necə qalındır. Amma burada nazikdir. Hüceyrə divarı var bunda. Hüceyrə divarı. Baxın, qılafın qalınlığına birinci diqqət eləyəcəyik. Hüceyrə divarı. Bir də bayaq bir orqanel dedik. Dedik ki, bu bitkiyə xasdır. Nə idi o? Yaşıl rəngli olan xloroplastlar bitkiyə xasdır. Heyvanda yoxdur. Oxşar cəhətləri nəyə götürək? Məsələn, götürə bilərik, hüceyrə divarı burada qeyd olunub. Mitoxondri, baxın, hər ikisində var. İkisində olanları yaşıl rənglə qeyd eləyəcəm. Siz də özünüz üçün qeyd eləyin. Mitoxondri hər ikisində var. Plazmatik membran həm bitkidə, həm heyvanda var. Nüvə hər ikisində var. Sitoplazma hər ikisində var. Ribosom hər ikisində var.
Bu ikisi üçün ortaq xüsusiyyətdir. Məsələn, sizə Venn diaqramı çəksə ki, bitki bura yazsa, burada heyvan yazsa, ortaq xüsusiyyətlər, məsələn, bura yazsa 1, bura 2, burada 3. Üçə nələri yaza bilərik? Ribosom yaza bilərik, sitoplazma, nüvə, plazmatik membran, mitokondri kimi, deməli, hüceyrə strukturları və orqanellərini yaza bilərik. Vakol gördük bitkidə var. Daha sonra xloroplast, bunları yaşımdan yazmayacaqdım, çünki yaşımdan olanlar hər ikisinə aid xüsusiyyət idi. Qırmızı ilə yazıram. Vakol bitkiyə xasdır. Kloroplastı silməkdən sitoplazmanı silmişəm. Bir dəqiqə. Deməli, xloroplast hüceyrə divarı, vakol bitkini heyvan hüceyrəsinə, yəni bitki hüceyrəsini heyvan hüceyrəsinə neynədi? Fərqləndirdi. Bunlara diqqət eləyəcəksiniz. Orqanellərə də fikir verin hər birinin quruluşuna. Yuxarı sinifdə daha geniş keçəcəksiniz. Gəldik, bir də burada bir ribosom qeyd elədik. Dedik ki, həm bitkidə var, baxın, ribosom. Bax, ribosom qeyd eləmişik. Yenə yaşılım element. Aha. Dedik ki, həm bitkidə var ribosom, həm heyvanda var. Gəlin görək, bax, bu xırda dənələr kimi görsənən. Nədir bu ribosom quruluşu necədir? Ribosom böyük və kiçik hissələrdən ibarət dəyirmi cisimciklərdir. Yəni, ribosom iki hissədən ibarətdir. Bu kiçik hissəsi, bu da böyük hissəsi. Baxın, bu quruluşdadır ribosomlar. İki dənə hissəsi var. Quruluşunu da öyrənməliyik. Böyük hissə və kiçik hissədən ibarət dəyirmi cisimciklərdir. Onlar bütün canlıların hüceyrələrində rast gəlinir. Nə deməkdir bu bütün canlıların? Yəni bitki, heyvan, göbələk, bakteriya, bunların hər biri üçün oxşar xüsusiyyət desə, qılaf, sitoplazma, ribosomu götürə bilərik. Nüvəni niyə götürmədik? Bakteriyada nüvə yoxdur. Qılafda niyə hüceyrə divarı demədim? Heyvanda yoxdur. Amma qılaf kimi hamısının qılafı var da, elə deyil. Qılafı, sitoplazmanı, ribosomu bütün canlı hüceyrələr üçün ortaq xüsusiyyət götürürəm. Ribosom bütün canlılarda rast gəlinir. Bunu da unutmuruq. Suallar içərisində ola bilər. Hansı orqaneldir ki, bütün canlılarda var? Ribosom. Hətta bakteriyalarda yalnız ribosom var, başqa heç bir orqanel yoxdur. Onda gələn dərs deyəcəyik. Ribosomun işi nədir hüceyrədə? Zülal sintez etməkdir. Bəs zülalın rolu nədir? Zülal canlıların yaranmasında, inkişafında, funksiyalarını yerinə yetirməsində iştirak edən bir təbii birləşmədir. Deməli, zülal harda sintez olundu? Ribosomda sintez olunma nədir uşaqlar? Yəni, əmələ gəlməsi. Deməli, ribosom bütün canlı hüceyrələrdə var. İki hissədən ibarətdir. Böyük və kiçik hissədən təşkil olunmuşdur. Zülal sintezidir. Zülalın da əsas işi canlıların yaranmasında, inkişafında, orqanizmdə müxtəlif funksiyalar yerinə yetirməsində iştirak edən təbii birləşmədir. Bu oldu bizim növbəti üçüncü orqanelimiz ribosom. Gəldik növbəti bir orqanel. Bitki hüceyrəsini fərqləndirən xüsusiyyətlərdən biri də yaxşı inkişaf etmiş iri vakuolların olmasıdır. Baxın, vakuolu bayaq qeyd elədik qırmızı ilə. Görürsünüz, bax, bu iri vakuoldur. Gəlin görək, vakuolun işi nədir? Bu nə iş görür? Baxaq. Deməli, vakuolda hüceyrə şirəsi toplanır. O sitoplazmadan membran vasitəsilə ayrılır. Baxın, iki membran demədim. Elədir, onda bunun bir dənə membranı var. Bir də uşaqlar diqqət edin, ribosomda membrandan danışmadım. Deməli, onun membranı yoxdur. Sitoplazmadan bir membran vasitəsilə ayrılır. Vakuolun daxilində hərəkət olunur. Orada müxtəlif maddələr toplanır. Yəni, ehtiyat şəklində hüceyrə şirəsi toplanır. Məsələn, üzümün şirin meyvələrində glukoza, limonda limon turşusu, yəni bir vakuolda hər bitkidə özünə məxsus olan şirə saxlanılır. Limonda limon turşusu saxlanılır, turş olur. Üzümdə glukoza saxlanılır, şirin olur. Yəni, vakuol hər bitkinin özünə xasdır və özünə lazım olan maddələri orada saxlanılır. Deməli, vakuol bir membranlı orqanel oldu. Sitoplazmanın içərisində o da yerləşir. Bitkilər üçün daha çox xarakterik orqaneldir. Və dedik ki, orada müxtəlif maddələr toplanır. Bəzi heyvan hüceyrələrində də xırda vakuollara rast gəlmək olur. Yəni, bitki hüceyrəsindən fərqli olaraq onlar da xırdadır. Amma bəzi heyvan hüceyrələrində, baxın, bəzi o deməkdir ki, yəni daha az. Əksər desəydi, deməli daha çox heyvanlarda, amma bəzi heyvanlarda. Həmin vakuollarda suda həll olan ehtiyat qida maddələri toplana bilər.
Eyni zamanda hüceyrədə suyun, duzların miqdarının tənzimlənməsində, ifrazat məhsullarının xaric olunmasına iştirak edə bilər. Yəni bunlar bitkidəki vakuollar kimi hüceyrə şirəsinin toplanması deyil, eyni zamanda suyun, duz miqdarının tənzimlənməsində, yəni artığını xaric edir, ifrazat funksiyasını yerinə yetirir, yəni bədəndən kənarlaşdırma funksiyasını. Bu da oldu bizim növbəti orqanelimiz olan vakuol. Bir dənə də ümumiləşdirmə eləyək. Bugün nələri öyrəndik? Bugün öyrəndik ki, sitoplazmanın daxilində nüvədən başqa orqanellər də yerləşir. Bunlara plastid, mitoxondri, vakuol, ribosom kimi orqanelləri misal göstərdik. Plastik dedik yalnız bitki hüceyrəsinə xasdır. 3 cür olur: xloroplast, xromoplast, leykoplast. Xloroplast yaşıldır, ona yaşıllıq verən xlorofildir. Xloroplastda əsas iş nə idi? Fotosintez idi. Xromoplast müxtəlif rənglidir, leykoplast isə rəngsizdir. Gəldik mitoxondri, bu da 2 membranlı orqaneldir. Mitoxondri hüceyrə tənəffüsünü yerinə yetirir, həmçinin də enerji yaradır ki, hüceyrə bu enerjidən istifadə edir. Ribosom 2 hissədən ibarətdir. Bütün canlı hüceyrələrdə var ribosom. Zülal sintez edir. Zülal da bilirik ki, hüceyrənin qurulmasında, yaranmasında, inkişafında əsas rol oynayır. Vakuol isə bir membran vasitəsilə ayrılır sitoplazmadan, yəni bir membranlı orqaneldir. Əsasən bitkilərə xas olan bir orqaneldir. Onda hüceyrə şirəsi toplanılır və bu maddələr hərəkət etmir. Yəni vakuolun daxilində hərəkət olmur, sadəcə ehtiyat şəklində toplanır. Bəzi heyvan hüceyrələrində də xırda vakuollara rast gəlirik. Bunlar həm ehtiyat qida maddəsi toplaya bilər, həm də ifrazatda iştirak edə bilir ki, hansı ki suyun, duzun miqdarını tənzimləyir, artıq olanını kənarlaşdırır. İndi gəlin tapşırıqlara baxaq. Şəkildə təsvir olunan bitki hissələrinin hüceyrəvi quruluşu göstərilir. Mikroskop altında müşahidə olunan hüceyrələr arasında oxşar fərqli nədir? Sizin fikrinizcə bu nə ilə əlaqədar ola bilər? Pomidor hüceyrəsi və elodiya yarpağının hüceyrəsi göstərilir. Oxşar xüsusiyyət o olacaq ki, uşaqlar, əgər bu bitki hüceyrəsidirsə, bunların qalın qılafı hüceyrə divarı var, nüvəsi var, vakuolları var, hansı ki bitkilərə xas olan bir orqaneldir. Fərq nədə görürük? Pomidor hüceyrəsinin daxilində qırmızı rəngli plastidlərə rast gəlirik. Amma elodiya yarpağında isə yaşıl rəngli plastidlərə, yəni elodiya yarpağında xloroplastlara rast gəldik, pomidorda isə xromoplastlara. İkinci sual, quraqlıq zamanı su çatışmır, bitkinin yarpaq və gövdələri quruyur. Bu niyə baş verir? Uşaqlar, bitkilər suyu qəbul edirlər və fotosintez zamanı siz bunu təbiətdə keçmisiniz. Sudan, karbon qazından istifadə edərək özlərinə üzvü maddə yaradırlar. Həm qidalanırlar, böyüyürlər, inkişaf edirlər, qida kimi istifadə eləmiş olurlar. Amma su çatışmayanda onlar özlərinə o qida maddələrini, yəni üzvü maddələri yarada bilmirlər. Yarada bilmədiklərinə görə həm qidalana bilmirlər, həm də hüceyrələrinə su çatmır. Hüceyrələri üçün də su vacibdir. Ona görə də getdikcə quruyur. Nə üçün əriyin yetişməmiş meyvəsi sərt və turş, ancaq yetişəndə yumuşaq və şirin olur? Çünki burada vakuolda toplanmış maddələr, deməli, əvvəlcə hələ hüceyrə şirəsi dedik vakuolda toplanır. Bu meyvələr böyüyür. Böyüdükdə hələ ki o maddələr tam olaraq tərkibi dəyişmir. Yetişməyə başlayanda böyümə dayanır. Artıq yetişmə başlayanda onun tərkibindəki maddələr də yavaş-yavaş parçalanmağa başlayır. O şirin dadı, yəni ərik üçün deyirəmsə şirin dadı, digər meyvələrdə hərəsindən özünə xas olan o maddələr əmələ gəlir. Ona görə də yavaş-yavaş o hüceyrələr arası maddələr bir-birindən aralanır. Aralandığına görə də yavaş-yavaş başlayırlar yumuşaq olmağa. Bu da oldu bizim bitki və heyvan hüceyrələrin oxşar fərqli xüsusiyyətləri. Çətin dərs deyil, rahat dərsdir. Diqqətlə qulaq asın. Suallarınız olsa yazarsınız. Sağ olun, gələn dərs görüşərik.